Salam hörmətli izləyicilər, efirdə Stop xəbərdir. Mən Nuray Famil qızı. Həftənin 5 günü son xəbərlərlə görüşünüzə gələcəm. Beləliklə, bugünün əsas xəbərləri. Martın 3-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikasa bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 177, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb. Əməliyyat tədbirləri ilə ümumi çəkisi 11,9 kiloqramdan artıq narkotik vasitə və 501 ədəd güclü təsir edici xassəyə malik metadon həbi də aşkar olunaraq götürülüb.